Musiki xoş duyar mənimlə yar olan yerdə. Sədai musiki xoş duyar mənimlə yar olan yerdə. Xüsusən zöyüm qalar arif muğamat var olan yerdə. Yaranmış dünya muğamatı yeməcəbdir şux qəzəllərdən. Qəzəllər ixtilayat eylər qara gözlü gözəllərdən. Gözəllər imtinaya yetməz bu sevdaya dözənlərdən. Həmişə şayad olur diller kamança tar olan yerde. Xüsusən zönüne qalar muğamat var olan yerde. ...1940-cı ildə Lənkəranda anadan olan Canəli Əkbərovun atası Xanəli Əkbərov tanınmış xanəndə olub. O çox nüfuzlu muğamatçı Kərbəlayı Ağa Məhəmmədin oğludur. Bu nəsildə oxumaq istedadı atadan oğula keçir. Muğam ustasının dediyinə görə gözünü açandan evdə muğam dinləyib və getdikcə tamamilə muğamın sehrinə düşüb. Birinci müəllimi olan atası toylarda oxuyar və onu da tez-tez ora aparardı. Bura mənim iş otağımdır. Buranın adı Muğam Sənəti Katedrasıdır. Mən də buranın müdürüyəm və buranın professoruyum. Mən bu divarda asılan bu portretləri, bu şəkilləri çox çətinliklə hazırlatdırmışam, çox çətinliklə tapmışam.
Və sevinirəm ki, bunlar mənim sağımda, solumda bu divardan açılıblar. Mən vaxt vardı bunların səslərini qramofon vallarında eşidərdim. Məqam getirişdi, sonra mən bunlarla bir yerdə işləyəsi oldum. Ruhları şad olsun. Mən bu yaxınlarda tarla işlədiyim bir neçə musiqi əsərlərini Molla Pənah Vaqifin sözlərinə, Əli Ağa Vahidin, Zəlimxan Yaqubun, Məhəmməd Füzulinin sözlərinə musiqi mətni yazdım, hazırladım. Bizim universitetimizin elmi şurasında keçdi və qrif almaq üçün nazirliyə göndərildi. Nazirlikdən də qrif aldım və dərs vəsaiti kimi çap olundu. Endim bulaq, Peki mahnıya. Mənim vətənimdə sənə bənzər tayhanəm. Mənim vətənimdə sənə bənzər tayhanəm. 1975-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərilən Canəli Əkbərovu SSR xalq artisti professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Bədii Şura Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında İbn Salam roluna təsdiq edir. Sonralar Müslüm Maqamayevin Şah İsmayıl operasında Şah İsmayıl, Üzeyir bəyin Əsli və Kərəm operasında Kərəm, Zülfüqar Hacıbəyovun Aşıq Qərib operasında Qərib, Şəfiqə Axundovanın Gəlin Qayası operasında Camal, Leyli və Məcnunda Məcnun obrazlarını ifa edən muğam ustadı bu davamiyyətlə 30 il səhnəyə çıxır.
mənim taleyimdə müsbət keyfiyyətləri bəxş edən Allahın izni olub. Ulu öndərimin qayğısı olub. İlham Əliyev cənabların qayğıları olub. Milli xanəndəlik məktəbimizin müasir nümayəndələrinin yaradıcılığını nəzər salsaq, onların səs, bədii texniki oxuma və bacarığına görə müəyyən yer tutan, klassik üsullu ifaçılığa daha çox rəğbət bəsləyən və bu yolda özünü təsdiq edən xanəndələrdən biri də Canəli Əkbərovdur. Canəli Əkbərov xarici ölkələrdə, Almaniyada, Polşada, Malidə, Türkiyədə, İraqda, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. 1978 və 1983-cü ildə Səmərqənddə keçirilən Ümumdünya Muğam Simpoziumunun, 1989-cu ildə İsveçdə Beynəlxalq Falun Festivalının qalibi olmuşdu. Bedenim bir oldukça libasım bulur ölsem kefenim. Canı canan dilemiş vermemek olmaz eydim. Ben izah eyleyelim olna sen indirme benim. Taş deler ahim okuyor şehdiyle bir şobinden. Nola zembur evine benzese Beytül Hezelim. Daire-i devlettir, ne rava kim, məni ondan çıxar əzəfi tənim. İlk məktəbi, ilk müəllimi atası olsa da, bu sənətin elmi yoxuşunu, elmi nəzəri və praktik xüsusiyyətlərini Azərbaycan muğam tarixinin görkəmli nümayəndəsi olan Xan Şuşinskidən öyrənmişdi. O tez-tez tələbələrinin başına yığar, hər birini mehribanlıqla, səbirlə dinləyərmiş. Xan Şuşinski ən sevimli tələbələrindən olan Canəli Əkbərov haqqında bu sözləri demişdi. Yaxşı xanəndə olmaq üçün təbii səs keyfiyyətlərindən, zəhmət və dözümdən savayı ifaçı məqsədinə sədaqət lazımdır. Gənc müğənni Canəli Əkbərovda mən bu keyfiyyətləri görürəm. Mən onun gələcəyinə inanıram. O yaxşı oxuyur, özündən əvvəl oxuyanlardan da çox şey görməyə can atır. Canəli böyük-kiçik yeri biləndir. Canəlinin çox gözəl, rəvan və yüksək diapazonlu səsi var. Bu səs həm bəmdə, həm də zildə rahat işləyir. O muğamın bütün güşələrini məharətlə ifa edir. Onun oxuduğu Heyratı, Mənsuriyə, Qarabağ şikəstəsi, Çahargah və başqa muğamlar mənim çox xoşuma gəlir. Klassik musiqi pərəstişkarları Canəli Əkbərovun Araz Barı, Qarabağ şikəstəsi, Heyratı, Mənsuriyə kimi nisbətən çətin zərb muğamlarını mahir ifaçısı kimi tanıyırlar. Rast, Bayatı Şiraz,
Mirzə Hüseyn Segahı kimi muğamları oxuyanda Canəli Əkbərovun vurduğu xallar və zəngülələr, etdiyi xırdalıqlar özünə məxsusluğu ilə seçilir. Azərbaycanda 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində Çoban Bayatı muğamının Keçəçioğlu Məhəmməddən sonra ilk dəfə ifa etmiş xanəndə Canəli Əkbərov olmuşdur. Düş!